Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Salihlerin Bahçesi kitabında sünnet ve onun edeblerinin korunmasında onun emri bölümünde 16. bölüm. Müellif rahmetullah burada başka bir ayetler zikredir. Euzubillahimineşşeytanirracim. Men yuti'ir rasule fekad ata'allah. Kim Resul'a itaat ederse artık Allah'a itaat etmiş olur. Başka ayette Allah Teala der ki: "Ve inneke letehdi ila sıratin mustakim." Ve inneke letehdi ila sıratin mustakim. Sıratillah. Deyirsən, düz yola yönəldənsən. Allah'ın yoluna. Şura suresi 53. ayələr. Başqa ayədə Allah Teala der ki: فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ اَمْرِهِ اَنْ تُصِيبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Muhammed sallallahu aleyhi ve sellem'in emrinden söhbət gedir. Onun emrine muhalif olanlar qoy deyir ehtiyatlı olsunlar. Ehtiyatlarını götürsünlər. Onlara fitnə və yaxud da ki ağrıdıcı əzab baş verir. Nur suresi 63. ayə. Başqa ayədə Allah Teala deyir ki: "Vəzkurna ma yutla fi buyutikunna min ayatillahi vel hikmə." Muhammed sallallahu aleyhi ve sellem yoldaşlarına əmr edir ki, evlərinizdə Allah'ın ayələrindən və hikmətdən hikmətdən nədir? Allah'ın ayələrindən və hikmətdən oxuyun. Nə ki oxunur, onu xatırlayın. Peki tilavatı oxunur, vəzkurna. Onu xatırlayın. Şərhdə deyir ki, İbn-i Teymur rahmanullah, müəllif rahmanullah burada sünnəni qorumaq, onun ədəblərini qorumaqda gələn əmr bir neçə ayələr gətirmişdir. O ayələrdən də biri kim Rəsula itaat edərsə artıq Allah'a itaat etmiş olar. Yəni burada Muhammed sallallahu aleyhi ve sellem'dən söhbət gedir. Kim Muhammed sallallahu aleyhi ve sellem'e itaat ederse de artık Allah'a itaat etmiş olur. Buradaki itaat onun emrine muvaffak olmaktır. İster bu emr olunmuş bir şey olsun, emri yerine getirmək, ister qadağanı tərk eləmək, ister bu şey olsun. Deyildikdə ki, itaat deyildikdə və yaxud da asilik deyildikdə və asilik deyildikdə itaat əmirləri yerinə yetirmək olur. Masiyə isə, yəni asilik, qadağa olunan şeyi, əməli tərk etmək olur. Görürsək, itaat li-fi'lil ma'mur, əmr olunmuş şey etməkdir. Asilik isə qadağa olunmuş şey etməkdir. Qadağa olunan şey insan nedir? Bu asi düşür yəni. Amma deyildikdə ki, umumən itaat deyildikdə, bu özündə əmirləri və qadağaları daşıyır. Yəni, deyəndə ki, itaat, yəni əmirləri yerinə yetirməkdir, qadağa olunan şeylərdən çəkinməkdir. Bunlar itaatdır. Kim ki, Nəbi sallallahu aleyhi ve sellemə onun əmrində, qadağasında itaat edir, yəni, nəyə ki əmr edibdir, onu yerinə yetirir, nədən çəkindiribsə, qadağ edibsə də ondan çəkinir, bu Allah'a itaat eləmiş olur. Yəni, ayənin məntiqi də, məfhumu da, başa düşülməsi də budur. Kim də Rəsula asi düşərsə də artıq Allah'a asi düşmüş olur. Bu ayədə dəlil vardı ki, bu ayədə nə var? Dəlil vardı ki, o şey ki, sünnədə sabit olubdur. فَاِنَّهُ كَذَلِكَ ثَبَتَ فِي الْقُرَانِ. Həmçində Quranda da sabit olub. Ey ənəhu min şəriyyətillahi. Yəni, o Allah'ın şəriyyətindəndir. Lazımdır ki, o Quranda, sünnədə sabit olan şeyi neyəsən, ondan möhkəm yapışasan. Bir nəfərə də icazəli deyil ki, Quran, sünnənin arasını ayırsın. Necə ki, bəzi firqələr çıxıb özlərini Qurani deyirlər. Necə ki, qədərlilərə qədəri deyirlər. Qədərlilərə ne qədəri deymişlər? Qədəri inkar elədikləri üçün. Quranilərə də ona görə Quranilər deyir ki, Qurana tabi olduqları üçün yox, Quranı inkar elədikləri üçün. Hətta bir sözü inkar eləsən Qurandan, Quran hamısını inkar eləmiş olursan.
Yəni heç kimə icazəli deyil ki, Quranla sünnənin arasını ayırsan. Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə xəbər vermişdi ki, çəkindirmişdi. O vaxt demişdi ki, sizlərdən birini tapıram, görürəm öz belə kreslosunda mı, yatağında mı dirsəklənib oturub. Ona deyir, məndən bir əmr gəldikdə, deyir ki, biz bunu bilmirik. Biz bunu Allah'ın kitabında tapmamışıq ki, biz ona tabi olaq. Peyğəmbər sallallahu bundan çəkindirmişdir. Yəni insanlara bildirmişdir ki, belə zaman gələcəkdir. Necə ki, indi o Quranilər zatlar ki var, deyəndə hədis deyəndə deyib ki, Quranda yoxdur. Məsələn, dirsəklənir, oturur, sizlərdən biri məndən bir əmr gəldikdə, Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Yəni bu insanlara zamanlar gələcəkdir, vaxt gələcəkdir ki, o barədə yəni xəbər vermişdir. Ki onlar deyirlər, biz yalnız Qurana tabiyik. Amma sünnədə olan isə götürmürük. Həqiqətdə bu isə baş veribdir. Yəni bu şey baş veribdir. Görürsən ki, mələhidələr vardı ki, yəni onlar deyir, biz sünnəni qəbul eləmirik. Biz yalnız Quranı qəbul edirik. Həqiqətdə isə onlar yalancılardılar. Onlar nə sünnəni, nə Quranı heç birini qəbul eləmirlər. Quran sünniyə tabi olmağın vacibliyinə yönəldibdir insanları. Sünnədə nə ki gəlibdir, o Quranda da gəlib. Yəni səhih sünnədə gələn şey Quranda da var. Quran yəni ona yönəldibdir yəni o şeyə. Lakin bunlar ümumi avam insanlara elə xəyal elətdirirlər ki, və deyirlər ki, sünnə mədəmət leysət Qur'anan yutla və yetəvatar beynəl müslimin fə innəmə fiyhə qabilun lişək. Göy insanlara nə deyirlər? Deyirlər ki, necə ki sünnə Quran deyil, yəni oxunmur, müsəlmanlar arasında təvatur deyil. O deyir, orada şəkk olmasın qəbul olunur. Yəni ki, şəkk olması var. Belə cəmaata deyirlər. Orada onu rəvayət edənlər şəkkə düşə bilər onu dedikdə və yaxud da ki, unuda bilərlər, orada xəyal ola bilər. Buna oxşar şeylərlə insanları nə edirlər? Beləncə şübhə ilə azdırırlar. Sonra müəllif rəhməhullah burada başqa ayət zikr edir ki, deyir o kəslər ki, Muhammed sallallahu əleyhi və səlləmin əmrinə müxalif olurlar, onlar ehtiyatlı olsunlar. Onlara fitnə baş verər və yaxud da ki, ağrıdıcı əzab. Bu da Allah azza və cəllədən o kəsləri çəkindirməkdir ki, hansılar ki, Rasulullah sallallahu əleyhi və səlləmin əmrinə müxalif olurlar. Yəni onun əmrindən üst söndərirlər, müxalif olurlar. Burada demədi ki, onun وَلِهَذَا لَمْ يَقُولْ يُخَالِفُونَ əmrəhu. Onun əmrinə müxalif olurlar, yox. Yəni onun əmrinə müxalif olub üst söndərirlər. Anhu, yəni rədd edirlər. Yərqabun anhu. Yəni burada və üst söndərib sonra müxalif olurlar. Belə. وَلِهَذَا لَمْ يَقُلْ يُخَالِفُونَ əmrəhu وَاِنَّمَا قَالْ يُخَالِفُونَ عَنْ əmrihi. Yəni yərqabun anhu. Yəni ondan üst söndərirlər. Bir qəbul eləmək, amma üst söndərmirsən deyirsən, məsələn, qəbul eləmək, üst söndərib və qəbul eləmirlər. Onları çəkindirmişdi Allah subhanahu taala ki, onlara fitnə baş verər və yaxud da ağrıdıcı əzab baş verər. İmam Əhməd deyir ki, bilirsənmi ki, buradakı fitnə nədir? Buradakı fitnə şirkdir. Ləalləhu izə raddə ba'də qavlihi ən yəqa fi qalbihi şeyin minəz-zeyği və yəhlək. Billah. Deyir, onun qəlbinə Peyğəmbər sallallahu aleyhi ve sellem sözünün bəzisini olubsa rədd edər, onun qəlbinə azğınlıqdan düşər və həlak olar. Yəni Rasulullah sallallahu aleyhi ve sellemin kəlamından bir şeyi rədd eləməsi onun qəlbinə o azğınlığı salıb onu həlak edər. Yəni o bədən həlaki yox, onu dini həlak edər də, dini cəhətdən bədəni salamatlı o qədər müxalif olanlar var ki, bədən cəhətdən çox sağlamdır. Amma qəlb, din sağlam, dinini həlak edər, yəni qəlbini həlak edər. Yəni çünki din həlaki bədən həlakından daha şiddətlidir. Yəni əl-həlakul bədəni məəlun kulli hayy. Yəni hər bir diri olan bir şeyin, məhlukatlardan hər bir diri olan şeyin sonu nədir? Həlakdır, düzdürmü? Nə qədər həyatı uzansa belə, uzansa da, qısalsa da belə bədən həlak olur.
Lakin dini həlak dünyada və axirətdə uduzmaqdır. Və li'avuzu billah. Əv yusibəhum azabun əlim və yaxud da ki, onlara cəza olurlar. Ennəhum yuaqabuna qablə ən təhillə bihimil fitnə. Yəni, həmin o fitnə gəlməmişdən qablə əzab olurlar. Allah Teala'dan afiyet istəyirik. Burada dəlil vardı ki, Peyğəmbər s.ə.v-in əmrinin qəbulunun vacibliyinə. Kim ki, onun əmrinə müxalif olur, o bu cəza ilə cəzalanmağı təhdidinə düşür. Ona fitnə və yaxud da ağrıdıcı əzab baş verər. Sonra müəllif rəhməhullah başqa ayəni gətirir burada. Sünnəyə tabi olmaq, onun ədəblərini korumaq bölümündə olan. Deyir ki, o innəkə lətəhdi ilə sırat-ı müstəqim. Sırat-ı-ləhi-ləzi ləhu mə fis-səməvati və mə fil-ard. Deyir, sən düz yola yönəldirsən, Allahın yoluna, hansı ki, göylərdə, yerdə nə varsa Allahındır. Buradakı müraciət Muhammed sallallahu aleyhi ve selləmədir ki, o, Allah Teala onun xəbər verir ki, ona ki, o düz yola yönəldəndir. Yəni, hidayət verəndir. Burada mənası insanlara o yolu bəyan edəndir. Bu düz yol Allah Teala sözündə deyir ki, bu Allahın yoludur. Allah Teala o yolu qoyubdur qulları üçün, öz qulları üçün. Onun şəriətidir. Allah Subhanahu Teala o yolu özündən nisbət edibdir. Çünki o yolu özü qoyubdur. Yəni, insanları ona çatdırmaq üçün. Necə ki, Fatihə surəsində də Allah Teala izafə edibdir. İləllezin ənəmallahu aleyhim. Yəni, o kəslər ki, Allah Teala onlara neymət veribdir. Onlar Allahın yolunu gedənlərdir. Peyğəmbərlər, salihlər, siddiqlər, şəhidlər, salihlər, bunlar Allahın yolunu gedənlərdirlər. Allah Teala neymət verdiyi kəslər adlandırmışdı onları. Peyğəmbər sallallahu aleyhi ve sellem də insanları düz yola hidayət verir, yəni onları yönəldir. Onları orada getməyə rəğbətləndirir, ona müxalif olmaqdan çəkindirir. Həmçinin ümmətindən kim ki, sonra Rabbani alimlər ki, gəlibdir, onlar da həmçinin o düz yola dəvət edirlər, Allahın yoluna. Əgər bir kəs desə ki, necə biz bu iki ayənin arasını cəm edək? Və innəkə lətəhdi ilə sırat-ı müstəqim, sən düz yola hidayət verənsən. Başqa ayədə də Allah Teala deyir ki, innəkə lətəhdi mən əhbəbd. Sən istədiyinə hidayət verən deyilsən. Sevdiyinə, istədiyinə hidayət verən deyilsən. Necə ki, Qasas surəsi 56-da gəlir. Bunların arasını, bu ayələrin arasını necə cəm edək? Yəni, Peyğəmbər s.ə.v o vaxt istəyirdi ki, əmisi Əbu Talib, yəni hidayət olsun. Hansı ki, o müşrik idi, bu bilinir ki, o müşrik idi. Lakin İslamı və Muhammed s.ə.v müdafiə edirdi. Onun dərəcəsini qaldırırdı. Ona gələn o şeyləri dəf edirdi ondan. Və yəqulu fihil mədəihi vəl-qasaidil azimə, yəni onun barəsində təriflər və qəsidələr, böyük əzəməti qəsidələr ziddiyyətdir. Lakin hurrimə xeyrəl-İslam, İslamın xeyrindən məhrum olmuşdu, küfr üzərində ölmüşdü. O vaxt ki, onun vəfatı çatanda Peyğəmbər s.ə.v onun yanında olur və Qureyşdən də 2 kişi onun yanında olur. Peyğəmbər s.ə.v ona deyir ki, ey əmi, denən la iləhə illallah, bu kəlməni deyil, sənin üçün Allah yanında bu kəlmə ilə o həcc, yəni ki, üccətim olsun. Deyim ki, bu kəlməni deyibdir də. O istəyir ki, onu desin, həmin onun yanında olan Qureyşdən 2 kişi ona deyir ki, Abdülmuttalibin dinindən üz çöndərirsən, günə deyilir, əuzübillah. Yəni, şirk dinindən, yəni. Əuzübillah. Və kəni əxir mə qalə, innəhu alə millət Abdülmuttalib. Ən axırıncı dediyi nə idi? Abdülmuttalibin dini üzərində o kafir olaraq olur. Peyğəmbər aleyhissalatü vesselam da Allah yanında ona şəfaətçilik edir.
onun şəfaətçisi onu cəhənnəmdən xilas eləmir. Sadəcə cəhənnəmdə ən yüngül əzab ona verilir. O da nədir? Oddan əqqafları olacaqdır. Onun istisindən beyni qaynayacaqdır. Əuzubillah. Hədis Buxari Müslimdə gəlir. Əbu Said Xudridən. Yəni ən yüngül əzab. Əqqaflar bədənin aşağısında əqqaflarında belə deyək, oddan olacaqdır, beyni qaynayacaqdır. O da qalsın ki, ondan başqa olan, aşağı olan beyin qaynırsa, o da aşağı da yanır. Əuzubillah. Əqqavıd da. Nə? Yəni o həmin əqqaflar oddan olacaqdır. Deyir, mən əgər olmasaydım, cəhənnəmin ən dibində olardı, deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Yəni mənim şəfaətim olmasaydı, o İslamı müdafiə eləməsəydi, məni himayə eləməsəydi, cəhənnəmin ən dibində olardı. Sən istədiyinə hidayət verən deyilsən, bu ayəni müəllif rəhməhullah burada gətirir və sən düz yola hidayət verənsən, yönəldənsən, elm əhli deyir ki, bu ayələrin arasını cəm eləməkdə nə var? Cəmə beynəhumə ennəl ayətə ləti fiyhə isbətul hidayəti yuradu bihə hidayətü dilalə. Burada ki, hidayət dilalət hidayətidir. Yəni yönəltmə. Sən hidayət verənsən, yəni yönəldirsən, göstərirsən yolu. Çünki hər yola yönəldilən insan hidayət olunmur. Müvəffəq olmur yəni. Amma o hidayət ki, Allah Taala öz rəsulundan onu nəfi edibdir. İnnəkə lə təhdi mən əhbəbd. Sən istədiyinə hidayət verən deyilsən, sevdiyinə hidayət verən deyilsən, bu hidayət təvfiq hidayətidir. Hidayət təvfiqa, yəni müvəffəq olmaq. Bunu yəni bir kəs bacarmaz ki, bir kəsi haqqa müvəffəq eləsin. Atası da olsa, oğlu da olsa, əmisi də olsa, anası da, dayısı da olsa, babası da olsa, heç kim Allah Teala istədiyinə hidayət verən tapılmaz. Lakin bizim üzərimizə düşən Allahın qullarını Allahın dininə dəvət eləməkdir. Onları o dinə rəğbətləndirməkdir. Onlara xəbər verməkdir o din barəsində. Onlar hidayət olunarlarsa, bizim üçündür, əlhəmdülillah, və onlar üçündür savab. Həm onlar, həm bizim üçün savab vardır. Əgər hidayət olunmazlarsa da, bizim üçün savab var elədiyimiz dəvətə görə, onların qəbul eləməməsinə görə onların əleyhinədir. Tasin, tilkə əyətul kitəbil mubin. Bu açıq aydın kitabın ayələridir. Ləalləkə bəxiun nəfsəkə əllə yəkunu müminin. Yəni, Allah biz sən özünü həlak edirsən ki, onlar mümin olsunlar. Yəni, sən öz nəfsini, kədərlərini sən qəm-qüssə çəksən ki, niyə bunlar mümin olmadılar? Belə eləməklə. Çünki hidayət Allahın əlindədir. Əksinə, sənin zimmən bundan uzaqlaşıb, sənin boyuna düşəni eləyibsən, yəni. Sonra müəllif rəhməhullah Allah Teala'nın Əl-Əhzab surəsi 34-cü ayənin burada Allahın ayəsini zikr edir. Deyir ki, وَذْكُرُ مَا يُتْلَ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللّٰهِ وَالْحِكْمَةِ. Allahın ayələrindən və hikmətdən evlərinizdə tilavət olan xatırlayın. İnna Allah kənə latifən xabir. Allah Teala latifdir və xabirdir. İşlərin dərinliklərini biləndir. Burada deyir ki, müraciət Peyğəmbər sallallahu yoldaşlarınadır ki, pak olan, tahir olan, gözəl olan yoldaşlarınadır ki, o qadınlar yer üzündə Adəm övladının yaradılmışdan bəri yer üzündə ən pak həyat yoldaşlar, ən pak olanlardır bunlar. Müminlərin anası Peyğəmbər sallallahu əleyhi yoldaşları. Yəni bunu Allah Teala deyir ki, Allahın ayələrindən belə hikmə sünnədir. Allahın Peyğəmbər sallallahu əleyhi evindən oxunur. Ya Allahın ayəsi oxunur, ya sünnəsi oxunur. Hikmət burada sünnədir. Münafiqlər istəmişdilər ki, Rasulullah sallallahu əleyhi yatağına dil uzatmışlar, istəmişdilər ki, ora böhtən iftira ataraq nəsə salsınlar. Siddiqin qızı Siddiqiyə böhtən ataraq, onu uzaq olduğu bir şeydə ittiham edərək, Allah Azza və Cəllə onun bəraəti üçün öz kitabında 10 ayə nazil edir.
Qiyamət gününə kimi oxunur ayəyə. İnnellezine ca'u bil ifki usbatun minkum. Yəni, o iftira ilə, yalanla gələnlər sizdən olan bir toplumdur. Siz onu özünüzə şər hiss eləməyin. Yəni, həmin o Ayşə anamız barəsində deyilən şeyi şər bilməyin. Əksinə isə xeyirdir. Hər bir kəs, onlardan olan hər bir kəs qazandığı günaha görə cəzasını çəkəcəkdir. وَالَّذِي تَوَلَّى كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ. Yəni, onlardan da kim ki onu etiraf eləmişdi, yəni o hatta o iftiranı, böhtanı, onun üçün ağrıdıcı, onun üçün əzəmətli bir əzab vardır. Peyğəmbər s.ə.v-in yoldaşları evlərində Allahın ayəsini oxuyurdular, hikmət oxuyurdular. Nədir o hikmət? Hikmət Resulullah s.ə.v-in sünnəsidir. Yəni evlərində bunlar oxunurdu. Onlar sünniyə özlərini lazım eləmişdilər. Vacib olan şeyləri yerinə yetirirdilər. Sünnədə gələn, Quranda gələn. Allah Resulullah s.ə.v evində Allahın kitabı və hikmət, onun sünnəsi oxunurdu. Şək yoxdur ki, bunun da çoxlu xeyir hasil olubdur. Və oradan böyük bir elm hasil olubdur. وَاَنَّهُ مَسْئُولٌ عَنْ هَذَا الْعِلْمِ. Yəni, o bu elmdən soruşulacaqdır. فَكُلُّ مَنْ آتَاهُ اللّٰهُ عِلْمًا وَحِكْمَةً فَاِنَّهُ مَسْئُولٌ عَنْهُ. Allah təala kimə ki elm və hikmət verirsə, o ondan soruşulacaqdır. Əksər mimmən cəhəl. Kim bilməyənlərdən də çox. Sən bildinsə soru-sualın daha çox olacaqdır. Allah s.ə.v. istəyirəm ki, bizləri və sizləri o elmə, hikmətə müvəffəq eləsin. İnnəhu cəvadun kərim. Barakallahu fikum. Gələn səbəb bu bölümdə İnşallah hədis, yəni sıra, kitabda sıranın 160-cı hədis olacaqdır. Barakallahu fikum.